dərman tökürük. Dərmandan yapışır bu. Çəkələnsin yapışır. Bu açılmamış. Birincidə mən balacalıqdan həmişə həvəsim olub. İş gördükcə daha da maraqlı və incə bir sənətə çevrildi bu mənim üçün. Mən həm sevirəm, belə incə sənətləri sevirəm. Toxumağı, belə incə nələri sevirəm. Ona görə bu mənim üçün çətin olmadı. Bacım, ver. Bu da ipəyilmə aparatıdır. Koruyanda daha şişir. Birinci gələndə çox həyəcanlanmışdıq və çox çətin görürdük. Amma özümüz yavaş-yavaş öyrəndik. Əvvəllər bütün işləri görürdüm. Yəni hamımız bütün işləri görmüşük çünki öyrənməliyik. Mənim işim burada bu cəhlədə ip əyirmək. Ama biz ip için hazırlıyoruz. Nazik, çok nazik lazımdır. En yukarıdan çekiyoruz. Alın çok güzel. Bunu biz didirik, təmizləyirik. Həm də biraz yaxşı açırıq ki, bizim aparata çox güc gəlməsin. Onu keçirək. Rayon merkezinden bizim kendimiz çok uzaktadır. Bizim her birimiz bir şehirde işleyebilmelik. Ve bizim için bu böyle büyük bir şanstır. İstəyərdik ki, böyle yerlerimiz çok olsun, hanımlarımız işlesin. Bizim üçün şərait yaradıblar. Son növbə Kamilla xanıma biz öz təşəkkürümüzü bildiririk. So my name is Summer, or Samira. And my name is Camila, and I'm also from America. And we've moved here to Mamruk in Zaqatala, Azerbaijan. For me, I have come to love Azerbaijan. Azerbaijan is a beautiful country, and the people of Azerbaijan are full of hospitality, they're full of kindness, and they are hard-working people. We are so honored to live here and work here, and we're excited that you get to see a little bit of what's happening here in the village.